Salamlar, vaxtınız xeyir olsun uşaqlar. Çevrə və dairənin izahını verməyə çalışacağım. Birinci sualdan başlayaq. Bizə bucaq beyni 62 verir. Biz bilirik ki, bunlar radius olduğuna görə bərabər yanlı olur və bu da 62 olur. Yerdə qalır bura 124, 56 dərəcə bura qalır. Bizdən AC-10'u soruşursa, AC-10'u soruşur bizdən. Bax bu bizdən bu bucağı soruşur, bunu soruşur. Bura 56 ise bura 124 və yenə də bərabər yanlı olduğuna görə 180'e 124 çıxarıq. 56 yarıya bölərik. Hər biri 28 olmuş. Olacaq cavab D variantı. Konsentrik iki çevrənin radiusları nisbəti. Uşaqlar, bax, konsentrik çevrələr bax bunlardır. Bax, bir-birinin daxilində yerləşir. Mərkəzləri bir-birinə nə olur? Bərabər olur. Arasında qalan halqanın qalınlığı 6 santimetrdir. 8K çıx 5K çıxırıq. Böyükdən kiçiyi çıxırıq və böyüyün radiusundan kiçiyin radiusuna çıxanda halqanın qalınlığını almış oluruq. K'mız olur burada 2. İkisi çevrənin radiyusunu soruşur. İkisi çevrənin radiyusu 5K değildi mi? 5'i de vuracaq 2'ye cevap ne verəcək? 10. 5-ci sualda. Çevrənin radiyusu 5 cm. En büyük vətənin uzunluğu diametrdən böyük vətəni 10. Çevrə xaricindəki nöqtədən çevrə 7-ci sual. En uzaq nöqtəyə qədər məsafə. Çevrə xaricindəki nöqtədən bura olsun. Çevrə üzərindəki en uzaq nöqtəyə qədər məsafə 20'dir. En uzaq nöqtə buradır. Uşaqlar bax bura. Belə. Və mərkəzdən keçməlidir ki, ən uzaq olsun. Ən yaxın nöqtəyə qədər olan məsafə 8'dir. Ən böyüsü 20'dir. Yerdə 12 qalmır mı o diametrimizə? 12 qalır. 6. Mənə sual verə bilərsiniz ki, niyə diametrdir? Bu çünki belə çəksək daha uzaq yaxın olur. Belə çəksək daha yaxın olur. Ən uzaq olması üçün mərkəzdən keçməlidir. Öncə radiusumuzda 12'nin yarısı 6 olur. Çevrənin mərkəzindən bu çevrəyə qədər olan çevrənin mərkəzindən toxunanın düz xəttə qədər məsafə 10 cm. Bu toxunanımız olsun. Buraya qədər məsafə 10'dur. Məsafə perpendikulyar deməkdir. Bu çevrə radius tapımı elə 10'dur. Çünki elə məsafə ilə radiusun özüdür. 11. Mərkəzi 10 nöqtəsində olan AB-ni 120 verib, AB-ni də 6 verib. AB vətənə qədər olan məsafəni soruşur. Baxın uşaqlar. Bu bizim AB vətənimiz. Bu da çevrənin mərkəzi olsun. Buranı 120 verib. Və bizə AB-ni də 6 verib. Ama biz bunu belə bölürük. Bax belə. 3 deyə bölürük. Çünki vətərə endirilən perpendikulyar vətəri yarıya bölür. Və eyni zamanda bucağı da yarıya bölür. Bərabər yanlı olduğuna görə bunlar radiuslardır. 60, 90. Məcburən bura 30 olacaq, olmayacaq? Olacaqdır, 30 düzdür. Və biz AB vətənə qədər olan məsafəni tapın deyir bizə. Tapaq da. Deməli biz necə tapacağıq bunu? 60'ın qabağındakı, bax 60 dərəcənin qabağındakı 3-dürsə, 30'un qabağındakı bax bu xəttimiz də bundan köşkdə 3 dəfə kiçik. Yəni elə 3'ü köşkdə 3'ə böləndə köşkdə 3 vermirmi? Verir. Cavab B variantı olmuş olacaq. 13-cü sualda deməli burada olar. A bucağın bizə 90 dərəcə veribsə, deməli 100% BC-ni birləşdirsək, bizim BC-miz diametr olacaq. Niyə müəllim? Çünki diametri sökülən bucaq 90 dərəcə olur. Bax, özləri hazır veriblər bizə. Çevrənin mərkəzindən 60 AB və AC vətənləri. Qəşəng. Bax, çevrənin mərkəzindən 6 və 8 cm olan AB və AC vətənləri çəkmişdir. Çevrənin radiusunu tapın. Belə başlayaq da biz. Buradan bura qədər məsafəmiz və buradan bura qədər məsafəmizi vermişik. Mən verməmişim, özləri veriblər ki, buradan bura qədər olan məsafə 6'dır, bu da 8'dir. Uşaqlar, çevrənin radiusu tapmaq üçün mən buradan bir radius endirsəm elə. Bax, bura 8'dirsə məsafə perpendikulyar deməkdir. Avtomatik burada 8 olur, olmur? Olur. 6, 8 olanda da bura 10 olacaqmı? Bəli. Tuvalet çevrənin radiusu soruşur, 10 olmuş olacaq. AB qövsünə söykənən, AB qövsünə, radiusu 6 cm çevrənin, AB qövsünə söykənən daxil seçmiş bucaq 45 dərəcədir. Geç seçək. Daxil seçmiş bucaq seçək. AB qövsü yazaq. Bura 45 dərəcədir. Bura 45 dərəcədirsə bizim buramız 90 dərəcədir. AB minor qövsünün uzunluğunu tap. Minor qövs balaca qövs deməkdir aşağılar. Bax, qövsün uzunluğunu tapmaq üçün də bax, bu çevrənin mərkəzi olsun. Deməli aşağılar, bu da 90 dərəcəymiş. Mərkəzi bucaqla qarşısındakı qövs nə olur bir-birinə? Bərabər olur. Demək bu da 90 dərəcəymiş. Və radiusda 6 verib. 6 bura, 6 buradır. Radius 6'da. Minor qövsün uzunluğunu tapmaq üçün mərkəzi bucaq bölünsün, 360 vurulsun 2 pi deyilmi qövsün uzunluğu düsturu.
Alfamız 90'dır. 90 bölünsün 360 vurulsun 2 pi, radiusumuz da 6'dır. Bundan bu getdi. Ümumiyyətlə 4'də 1 vurulsun 12 pi'ye. Cavab 3 pi olmuş olacaq B variantı. 17. sualda getdi. Burada da diametri verib bizə və bunu da B verib. O, C, A, M, N və bizə deyir ki AMB qövsünün uzunluğu 6 pi, BNC qövsünün uzunluğu 2 pi olarsa radius tapın. İnşallah biz bilirik ki, yəni qövslərin cəmi 6 pi ilə 2 pi'nin cəmi, yəni qövslər uzunluğu cəmidə elə bir 180 dərəcə, M ilə qövsünün uzunluğu cəmi 180 dərəcəyə bərabərdir. Düzdür? Biz bunu deyə bilərikmi? Bəli, deyə bilərik. Deyə bilirik onda 6 pi 6 BNC qövsünün 2 pi olsa çevrənin radiusunu tapın deyir. Aha. Gəl tapaq da. Cavab olacaq burada. 6 pi ilə 2 pi'nin cəmi deməli belə başlayaq da. Mərkəzi bucağımız biri olsun alfa, biri olsun beta. Tam anlaşılır izah verim ki, başa düşəsiz burada. Deməli nə edirik biz burada? Bu qövsün uzunluğu 6 pi'yə bərabərdir. Nə yaza bilərəm? Mərkəzi bucaq bölünsün 360 vurulsun 2 pi r bərabərdir 6 pi'yə. Buradan 2 pi ilə bunlar gedir 3 qalır. Yəni bizim belə yaza bilərik də. Alfa r'imiz bərabərdir 3 bölünür 1080'ə. Sonra eyni şəkildə burada beta desəm, beta'nı böldüm 360'a vurdum 2 pi'yə bərabərdir nə verib? 2 pi verməyibmi? Qövsün uzunluğunu verib. Hər tərəfdən 2 pi'ni silsək, onda beta yerimiz nəyə bərabər olacaq? Beta yerimiz də olacaq 360'a çarpaz vurdum. Sonra şöyle mən bu tərəfə toplasam. Bax, toplayıram. Deməli, toplayıram və eli çölə çıxardıram. Alfa plus beta yazıram. Bərabərdir 1440'a. Aşağılar, alfa ilə beta'nın cəmiyyəti dərəcədir? 180. Eli tapmaq üçün 1440'ı nəyə bölməliyim? 180'ə. Elimiz olur 8. Bu qəşəng sualdır. 19. sualda radiusu 25 cm olan çevrənin diametrindən bir tərəfdə. Bax. Radiusu nə deyir? Radiusu 25 cm olan çevrənin diametrindən bir tərəfdə. O iki paralel vətə çəkmişdir. Birini belə çəkdik, birini belə çəkdik. Və bizə deyir ki, radiusu 25'dir. Qardaş, bax, bu 25 belə çəkirəm. Əvvəlcə belə çəkirəm. Bura 25, burada 25. Deməli, vətə çəkmişdir. Şey olur. 40 santimetr verib. Və mən buradan bura bir dənə hündürlüyü endirsəm, daha doğrusu perpendikül endirsəm, 20-20 böləcəkmi? Bəli, böləcək. Və biz belə eləyək. Onda 25-20 olanda bura neçə olurdu? 15 olmurdu mu Pifagora görə? Bəli. Tapdıq ki, bax, birincinə qədər 15'dir. Getdik, bunu sildirəm indi. Bax, geri qaydıram ki, tam rahat başa düşəsiniz. 15'i tapdıq ha, bax. İndi buradan, buradan buraya radiuslar çəkirəm. 25 radiusumuz 25 idi. Və bir dənə belə çəkirəm. Hündürlük. Burada olur, 30 deyil, 15 bölünməyəcək, bölünəcək. Buradan bura qədər nə qədərdir? 15 bura, 25 bura. 20 olur, olmur? Olur. 20 odur. Bayaqda nə tapmışdıq? Bax, bu hissəni nə tapmışdıq? 15. İndi bizdən nə istəyir? Şeylər arasındakı, vətənlər arasındakı məsafə, bax, balaba buranı istəyir. 20'dən də 15 çıxanda yerdə 5 qalacaqmı? Bəli. Cavab 5. 21'dən çevrəni verib bizə. Çevrənin mərkəzi. Tamam. Bir dənə də belə çəkib bizə gör nə verib. OBC'li kvadratdır. Aha, kvadratdır. C təpəsi mərkəzi olan çevrənin üzərindədir. Tamam. C buradadır. O buradadır. O yer radiusdur. Tamam, onu da bildik. BD'nin də 6/2 verib. Tamam. Aha. B yerini istəyir bizdən. Tamam, gedək. Deməli, bura 6/2-dirsə, biz əvvəlcə başlayaq ki, buramız 6'dır. Çünki bizim tərəfdən, diagonal tərəfdə köşə 2 dəfə böyük olur. Düzdür? İndi bizdən radiusu istəyir. Uşaqlar, sizə bir söz deyim. Elə biz OC'miz də bizim radiusu olur, olmur. Buradan OC çəksək, radius olacaqmı? Olacaq. Kvadratın diagonalları bərabər olduğu üçün elə radius 6/2'yə bərabərdirmi? Bəli.
Yani bizim OY'miz 6 köşede 2'dir. Ama bize bura x soruşur da buradan. X'i tapmaq üçün 6 köşede 2'də radiusdan tərəfi çıxsaq bu şeyde istədiyi tərəf qalmır mı? Qalır. Cavab olacaq D variantı. 23-cü sual. 23-cü sual biraz həqiqətən blok sualıdır. Yəni bura şahid olan sual olmaz yəqin ki. Biraz diqqətli olaq və həll etməyə çalışaq. Deməli, maksimum diqqətli olsaq əslində çətin sual deyil. Sadəcə biraz diqqətli olmaq lazımdır. LS D-yə bərabərdir. Yəni diametrdə bu. Çevrənin diametri P2 və TU isə diametr paralel vətənlərdir və diametrin 4/3-nə bərabərdir. Deməli, diametrin 4/3-nə, bax bura var, sizə bir söz deyim də. Deməli, diametr isə bu D/2, bu da D/2-də, düzdür? Düzdür. Və bu vətənlər amma bir-birinə bərabərdir və diametrin 4/3-nə bərabərdir. Diametrin 4/3-nə, tamam. Bu diametrin 4/3-nə bizə nə istəyir? Vətənlər arasındakı məsafəni istəyir. Bax, bizdən bunu istəyir. Bizdən bax, vətənlər bu qara xəttin uzunluğunu istəyir. Tamam. Olsa birini tapsaq bəhsdir. Çünki diametrdən eyni məsafədə yerləşiblərsə, çünki eyni məsafədə bərabər vətənlərdirsə, aralarındakı məsafələr də bərabər olacaq. Yəni mən buradan buranı tapsam, elə 2-yə vursam bəsdir. Nə edirik uşaqlar? Deməli nə edirik? Bax, bura 4/3 D-yə bərabərdirsə, axı perpendikulyar olanda bunu yarıya bölür. 4/3-ün yarısı 8/3 D deyilmi? 8/3 D. Bura 8/3 D də buradır. Yarıya böldükdə. Sonra nə edirəm maşallah? Radius da 1 ilə D/2-yə bərabərdir. Belə eləydi onu da. Bir dənə radius belə çəkeyim. Bax, bir dənə radius çəkeyim. Bax bunu. O 8/3 D-ni silim buradan. Yaxşı görsün. Bu radiusdur. D/2-yə bərabərdir. Bura nəyə bərabərdir? 8/3 D-yə. Mən buranı Pifagorla tapa bilərəmmi? Bəli. Deməli, hipotenuzun kvadratından çıxıram 8/3 D-nin kvadratını. 64-də 9 D kvadratını çıxıram. 64 ortaq məxrəc. 7D kvadratı oldu ümumiyyətlə və bu da kök alsaq kökdə 7D/8 aldıq buranı. Amma bizə 2 qatını istəyir də. Vətənlər məsafəni istəyir. Bunu 2-yə vursaq kökdə 7D/4 almış olacaq. Bu da belə. 25-ci sual. Çevrənin diametri vətərlə kəsilir. Bu vətərliyi 3 verib hissələrə bölür deyir. Tamam, böylədir. Çevrəni verib, diametrini verib, kəsişliyi verdi. Bax, burada çox diqqətli olmaq lazımdır. Bunu 3 yerli olaraq böldü. Sonra deyir ki, çevrənin mərkəzindən vətərə qədər olan məsafə, biraz yaxşı çəkək. Bax, məsafə perpendikulyar deməkdir. Deyir ki, məsafə 2 cm-dir. Aşağılar, bax, bir şey dərk etmək lazımdır. Çevrənin mərkəzindən vətərə endirilən perpendikulyar həmin vətəri yarıya bölür. Müəllim, necə yarıya bölür yəni? 3-dən 7 hissələrə bölünmür vətərimiz. Cəmi uzunluğu 10 deyil. Onda 5-5 böləcək, böləcək. Deməli 5-5 böləcəksə buradan bura qədər 5, baba buradan bura qədər 5. Əslində normalda bunun tərəfində 5-dir. Yəni mən şəxsi çəkmişəm də. Onsa buranı 3 verməmişdi. 3 və 7 olaraq bölünməyib bunlar. 3 və 7 olaraq bölünməmişdi. Deməli bizim buramıza nə qalır? 2 qalmırmı? Qalır da. Bax, 2 olanda da bizim bu bucaqlarımız düz bucaqlı üst bucaq olduğu üçün 45 olacaqmı? Olacaq. Deməli 45 dərəcədir. Dərəcəni istəyir də yəni ki bizdə. Ha. 27. Bunun da asan yolunu deyəcəm sizə, tam rahat başa düşəcəksiniz. Deməli, 2 çevrəni çəkirik. Səliqəsiz də olsa da belə olur. Biraz pisləşdik. Deməli, bu məsafəni bizə 12 verib. Bunu 12 vətərlərdir. Burada diqqətli olmaq lazım. Bizə AD-ni 36 verib. AD 36-dırsa, buradan bura qədər məsafəmiz 18 olar olmaz. Bunun tərəfə məsafə 18. Düzdür. 36-ın yarıya böldük də. Deməli, bax, vətərlərin kəsməsini tətbiq edirəm. Bax. Uşaqlar, bunun rəngini dəyişirəm. Bax, bunu da uzadıram. Bura bir X yazıram. Bizə nə yəqin ki, bunu istəyirəm. Yox, bizə tərəfi istəyir. Bax, gözlə. Bura 18'dir, bura X-dir və yuxarı bu xətti də 12 verib. Yarıya böləcək, bölməyəcək diametri olduğuna görə. 6 deyil, yarıya böləcəm, bölməyəcəm, böləcəm. İndi mən belə yaza bilərəm, vətərlərin xassəsini. 18-in 2'si olan hasıdır, 6'nın da 6 olan hasına bərabərdir. Buradan da X-i 2 taparam. X-i 2 tapsam, çevrənin diametri neçə santimetr olacaq? 20 olur, olmur? Santimetr nədirsə də indi? 20 olur, olmur? Elə çevrənin diametri ilə bu da çevrənin diametri sayılmır mı? Sayılır da.
Cavabımız oldu. AB'nin oldu. AB oldu 20. 29. soru. Radiusu 15 ve 17 olan iki çevre haricden toxunur. Tamam, toxunduraq da. Çox qəşəng sorulardan birini oxşuyur bu da. Toxundurdu. Bunun radiusu 17, bunun radiusu. Bu mərkəzləri birləşdirirəm. Bu 17'dir, bu da 15'dir. Kiçik çevrənin A nöqtəsindən çevrələrin mərkəzlərini birləşdirən parça. Kiçik çevrənin A nöqtəsindən mərkəzlərini birləşdirən parçaya paralel olan və deyir ki, o birisini kəsən, elə deyir. Böyük çevrəni B və C nöqtəsində kəsir. Aha. B nöqtəsi A və C arasındadır. Düz çəkmişəm. Bu paraleldir ha bunlar. A B'ni istəyirsə, gedək A B'yi tapaq da. Bax qardaş, buradan bura qədər bir dənə radius çəkirəm. Radius toxunana nə olurdu? Perpendikulyar. Onda bu da radiusda 15 olacaq, olmayacaq? Olacaq. Müəllim, eyni şeyi buradan çək bir dənə. Bura 15 isə qarşı tərəfdə 15 olmayacaq? Olacaq. Bizim onun radiusunun neçədir? 17'dir. Bizə nəyi soruşur? A, B'ni soruşur. Tamam da getdik də. Müəllim, bax, bizim ümumi mərkəz arası məsafə 32'dir. Deyirəm, hə, düz deyirsən. Deyir, onda bir dənə A'dan B'yə çəkək. AB məsafəmiz də elə radius olduğu üçün 17 olur mu? Olur. Onda bizim buramızda 9 olacaq mı? Olacaq da, düzdür. Yox, 9, 8, 8'dir. 8 olur, yəni 64. 8 olur mu? Olur. Baba, bizdən buradan bura qədər məsafəni 8 tapdıq. Yerdə qalan məsafəni tapmaq üçün 32'dən 8'i çıxsaq 24 olmur mu? Olur, AB məsafəsi 24. Bu möhtəşəm ötəsi sual tiplərindən biridir. Getdik 31'ə. AB parçası çevrələrin mərkəzlərindən keçir. Tamam, keçsin. AB'ni 12 verir. Bütün famsını 12 verir. Uzunluqları cəmi tapır. Müəllim, böyükdən başlayıram. Böyük çevrəni yazıram. 2 pi R1. Üzərinə 2 pi R2 ortadakının. Lap bazı olsun 2 pi balacinisi R3 bərabərdir. Uşaqlar, buradan demək neyirəm? 2 pi'ləri çölə çıxardıram. R1, R2 və R3'ün cəmi. Baba, radiuslar cəmi. AB'nin bütöv 12 verib ha. Bütöv 12 verib. Hərəsində 2 dənə radius var da. 2 böyük, 2 dənə orta radius, 2 dənə kiçik radius. Nə olar, diqqətli olun da. R1, R2, R3'ün cəmi 6'ya bərabər olar, olmaz. Hamısının cəmi 12'dirsə, yarısı 6 olar, olmaz. AB'nin yarısı oradadır, radiuslar cəmi. Diametrlər cəmi 12'dirsə, radiuslar cəmi 6 olacaq da. Onda belə olur ki, deməli, nəyə bərabər oldu? 2 pi R1 cəmi 6 olmadı. Uzunluqları cəmi 6 olmadı mı? Elə bunu vurub atsaq, elə uzunluqları cəmi olmur mu? Olur. Cəmi neçə oldu? 6. Doğru getdi. 33'ə baxaq. Bu necə yazacaq? Bu çevrənin mərkəzi. Deməli, bu da buna toxunub. Gəlsin, toxunduraq. Hələ bu da buna toxunub. Aha. Seçili verilmiş konkret çevrələrin mərkəzləri koordinat oxları üzərində yerləşir. Onların uzunluqları cəmi 20 pi'dir. Bərabər çevrələrdir. Konkret çevrələr bərabər çevrələr deməkdir. 5 dənə çevrəmiz var. Hər 5 vurulsun 2 pi r bərabərdir 20 pi'yə. 5 dənə çevrə olduğu üçün. Burada pi'lər getdi. Elimiz 2 olur, olmur. Hər birinin radiusu 2'dir. Hər bir çevrənin bura 2, 2, 2. Nə soruşur? İndi radius 2'dir də. A, B, C, D 4 bucaqlısının perimetri tapın. Müəllimcə birləşdirək də. Baba, bax buradan buranı birləşdirirəm. Birləşdirir deyəsən bizdən. A, B, C, D. Tamam. Heç də problem deyil. Birləşdirərik. Deməli, bunu da birləşdirək. Bunu da birləşdirək. Bunu da birləşdirək. A, B, C, D 4 bucaqlısının perimetrini istəyir. Uşaqlar, buradan bura qədər məsafə nə qədərdir? 4 değil. Radiuslar cəmi değil. Buradan da bura qədər 4 değil. Cəmiyə qədər oldu 8. Bu nə qədər oldu? Bu da 8 oldu. Radiuslar birləşir, bax. Sonra bizim rom da bu. Və diagonal perpendikulardır. Rom da bu. Belə şey yaza bilərəm. D1'in kvadratı üstdə D2'nin kvadratı bərabərdir. Rom deyil, əslində promerik kvadratdır da. Kvadratdır da bu. Belə yaza bilərik. Niyə yazamıyor ki? Kvadrat yaza bilərik əslində. Ya da yazmıyor. Belə romla yazır. Fərq yoxdur. Yeni yerə çıxacaq. Deməli, belə yazıram. Tərəflər bilməm axı. 4 kvadratı bərabərdir 64 üstə 64 128'ə. A'nın kvadratı bərabərdir 32'yə.
Tərəfimiz də olacaq 4 kökdə 2. Tərəfimiz 4 kökdə 2 oldu. Onda bunların tərəfimiz 4 kökdə 2 isə perimetr tapanda 4-ə vurmalı deyilik. Olacaqmı 16 kökdə 2? Bəli, 16 kökdə 2 olmuş olacaq. Və bu soruda baxaq. Seçək birinci soru baxaq. A, C, M, Y, F, B. ABC üçgənində ABC 50-dir. Buranı 50 verib. Bura 50 isə, deməli özdə B bucağı şeydir, A çevrənin mərkəzidir özdə. K medianla kəsmə nöqtəsidir. M nöqtəsi AC tərəfinin orta nöqtəsi və B nöqtəsi YKF qövsünə uyğun çevrənin mərkəzidir. MK-nı 9 verir. Bax, bura 9-dursa, bizim bu hissəmiz 18 olacaq. Medianlar çıxdığı təpədən başlayaraq 2 bölünsün, 1 bölünürmü? Bölünür. Böyle 18 oldu. Qəşəng. Və deyir ki, qövsün uzunluğu tapın. Müəllim, bizim bu YF-imiz var, deyirəm mən. Bu da 100 dərəcə, 50 dərəcədir. Deyirəm, hardan bilirsən? Mərkəzi bucaq nə qədərdirsə, mərkəzi bucaq B deyildi. Mərkəzi bucaq nə qədərdirsə, qarşısındakı qövsdə o qədər olacaq da. Və qövsün uzunluğunu tapmaq üçün 50 bölünsün 360 vurulsun 2 pi. Biz radiusumuz neçə oldu burada radiusumuz? 18 olmadı mı? BK'mız 18 olmadı mı? Çünki medianı boş yerə vermir. 2 bölünsün 1 nisbətində bölünür. Ona görə veribdi. 2 pi. 2 pi. Erin də yerinə yazacağım. 18 yazacağım. 18'den 360 yaparak 20 yazaq. Bu 2 ilə 20 yaparak 10 yazaq. Cavab oldu 5 pi olmuş olacaq. Birinci bölmə izahı bu qədər.